1 may tarixindən 6 may tarixinə qədər Azərbaycan bölməsində əvvəlcə qeydiyyat prosesi həyata keçiriləcək. Artıq 6 may saat 11:00-dan etibarən bu prioritetli qəbulun həyata keçirildiyi ərazilər üzrə prioritetli qəbula start veriləcək və bu 5 iyuna qədər davam eləyəcək. 5 iyun saat 10:59-a qədər. Bu Azərbaycan bölməsi ilə bağlıdır. Rus bölməsində isə proses biraz daha fərqlidir. Bundan da bəhs eləyəcək böyük ehtimalla ki, burada müsahibə mərhələsi və s. var. Burada da 6 maydan burada artıq müsahibələri qeydiyyat prosesi başlayacaq və bu müsahibələri qeydiyyat 20 may tarixinə qədər davam eləyəcək. Nəzərdə tutduğumuz bundan ibarətdir ki, 12 maydan 31 may tarixinə qədər müsahibələr həyata keçirilsin. Bütün bu proseslər uğurla başa çatdıran uşaqlar üçün məktəb və müəllim seçiminə 17 iyunda başlanılacaq və bu da 17 iyula qədər davam eləyəcək. Amma ümumilikdə biz 1-ci sinifə qəbul prosesini 12 sentyabr tarixinə qədər elektron formada həyata keçirəcəyik. Ümidvarıq ki, bu müddət ərzində valideynlər öz övladları üçün məktəb və müəllim seçimini həyata keçirəcəklər.